İltiması dua edənlər, müşkülləri, hacətləri, bilxüsus mənzur niyyətdə olanların müşküllərinin həllinə sələvat edir. Allahümmə salli alə Muhammed. Zamanı İmam-ı Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunun təcillinə bizlərin o həzrətin zuhurunda dəyərli, layiqli iştirakçılardan olmamızdan ötürü sələvat edir. Allahümmə salli alə Muhammed. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn. Rabbişrah li sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefkahu qawli. Qâlel Hakim fi muhkem kitabihil kerim. Əuzu billahi mineşşeytanirracim. Ve laqad kerremna bani Adem. Sadaqallahul aliyyul azim. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm böyüklərimə, əzizlərimə, səsimi eşidən hər kəsə. Allahdan diləyək, bu mübarək cümə gününü cümləmizə mübarək qərar versin inşallah. Elə bu cümə günü kimi ömrümüzün bütün gününü hər birimizə mübarək qərar versin. Bildiyimiz kimi, bu cümə günü Quran və hədislərə, sünniyə istinad etdikdə sonuncu xilaskarımızın gəlişi ilə yer üzərindən haqsızlığın aradan gedib haqqın, ədalətsizliyin aradan gedərək ədalətin, zülmün, sitəmin, nifaqınsa kökünün kəsilərək yer üzərində sülhün, əmniyyətin, o ilahi nurun bərqərar olacağı gündür. Allah o günü görməyi hər birimizə nəsib eləsin. Əgər ömrümüz vəfa qılmazsa, yaşadığımız bu ömür müddəticə o gün üçün üzərimizə düşən işləri görən kəslərdən Allah bizi qərar versin. Bugünkü cümə mövzumuz bu müstəqilliyin böyük bir nemət olduğu, Quran və sünniyə əsaslanaraq bu əmin-amanlığın ilahi bir nemət olduğu barəsində danışacaq. Çünki Əmirül-Müminin Əli əleyhissalam buyurur ki, iki nemət var ki, insanlar, xalqlar, millətlər onun layiqincə haqqını ödəmir. Onlardan birincisi can sağlığıdır. İnsan nə qədər sağlamdır, o qədər ki, onun şükrünü eləməlidir, eləmir. Yəni, lazımı qədəri bu sağlamlığın şükrünü biz Rəbbimizə etmirik. Edənlər belə az edir. Ya da ki, əksəriyyəti heç nə qədər xəstəxanalıq olmayıb, nə qədər yataq xəstəliyinə düşməyib, canın necə nemət olduğunun fərqinə varmır və şükrünü də yerinə yetirmir. İkincisi də bu müstəqillik və eyni zamanda əmin-amanlıq. Bəzən hər şey varkən sən evində sək-səkədə olasan, nə yata biləsən, nə huzurun olsun, bu insan üçün nə qədər ağır olduğun yalnız o vəziyyəti yaşayanlar bilər. O situasiyaya düşənlər bilər. Demək, can sağlığı ilə bu əmin-amanlıq insanın ilahidən ən böyük nemətlərindəndir. Gərək insan bunların qədrini bilə və bunların layiqincə şükrünü yerinə yetirə. Bu böyük nemət haqqında mövzumuz elə müstəqillik böyük nemətdir, böyük bir nemətdir deyə və azad yaşamaq, başı uca yaşamaq deməkdir deyə Quran və sünniyə əsaslanaraq bu mövzuda sizinlə cümə söhbətini davam edəcək. İlk ayə Quran-ı Kərimdən İsra surəsinin 70-ci ayəsi ilə başlayırıq. Allah Teala buyurur: "Və laqad kərrəmna bani Adəm." Ya Peyğəmbər, insanlara söylə ki, biz Adəm övladını şərəfli etdik.
ən üstün varlıq olaraq xəlq etdi, şərəfli bir varlıq olaraq yaratdıq. Ən şərəfli varlıq insan olduğu üçün elə ən ali yaşayışa da insan layiqdir. İnsanın müstəqil və azad yaşaması, əmin-amanlıq içərisində yaşaması Allahdan insana bir lütfüdür. Əsl həqiqətdə müstəqillik deyəndə bir çoxlarının ilk fikrinə gələn bir bayrağın dalğalanmasıdırsa, əsl həqiqətdə bu deyil. Yəni, o rəmzi mənada, simvolik olaraq o cür olmalıdır. Amma qəlbdə doğan bir azadlıq günəşidir müstəqillik. Onun təməli qəlbdən başlayır. İnsanın ruhunda, köksündə olmalıdır və nəticəsi də o istiqlalın baş verməsidir. Və bir sözlə bunu unutmayaq ki, bir torpağın üstündə əslində yaşamaq deyil, bir haqq içində başı uca yaşamaq və dayanmaq deməkdir. Çünki belə bir müharibədən sonra bildiyimiz kimi qarşıdan eyni zamanda bunu da vurğulayım. Təbii ki, bilirik, yadımızdadır, xatırlatma ünvanı ilə 28 mayda bizim müstəqillik günümüz bildiyimiz kimi 1918-ci ildə mayın 28-də İstiqlal bəyannaməsi elan edilmiş və Şərqin ilk müsəlman ölkəsi, demokratik bir ölkəsi elan edilmiş və eyni zamanda bizim elə bayrağımızda baxmış olsaq, İslamın rəmzi olan yaşıl orada özünü əks etdirilməsi bir daha bizim bir xalq olaraq, bir millət olaraq, bir dövlət olaraq müsəlman və inancımızsa İslam olduğu elə bayrağımızdan da öz əksini tapır. Belə deyil, 23 ay yaşamasına baxmayaraq, 23 ay o istiqlalın davam etməsinə baxmayaraq, həmin o dövrlərdə belə bizim milli mənəvi dəyərlərimiz, dini xüsusilə o adət-ənənələrimiz qorunub, saxlanılıb. Baxmayaraq ki, 1920-də 23 ay sonra bu Sovet dönəmi, bu yaşlılar, atam, babam yaşında olanlar görüblər, yaşayıblar. 70 il bu müsəlmanlığı və İslamlığı aradan aparmağa çalışsalar da belə, amma bizim inancıl xalqımız, millətimiz gizlin-gizlində olmuş olsa, Quran və Əhl-i-Beyt əleyhimussalamlara olan sevgi məhəbbətlərini yaşadaraq, qoruyub, saxlayaraq bugünkü gənclərimizə, bugünkü nəslə gətirib onu verə biliblər. Və məhz elə onların səyi nəticəsində, onların əzmi və iradəsi nəticəsində bugün bizim bir millət olaraq, bir xalq olaraq müsəlman və dinimizin isə İslam olmasında onların danılmaz əməyi və sözün həqiqi mənasında boynumuzda haqlar vardır. Allah Teala bu ayət-i şərifədə buyurur ki: "Və-ləqəd kərrəmnā bəni Adəm." Biz Adəm övladını şərəfli etdik, ən üstün varlıq olaraq yaratdıq. Allah insanı təkcə fizioloji baxımdan bədən görünüşü ilə deyil, həm də ruhi baxımından üstün bir varlıq olaraq yaradıb. Yəni, görkəmcə baxmış olsaq, yaradılış xilqət baxımından da ən üstünü insandır və bədən quruluşu ilə yanaşı eyni zamanda insanın ruhi baxımından da yaradılışın ən üstün varlıq olduğu bu ayədən açıq-aydın bəlli olur. Deməli, ayənin bizə mesajları qısaca not götürmüş olsaq, insan Allah qatında izzətli və dəyərli bir varlıqdır. Və bu dəyərli varlıq, ən izzətli, hörmətli varlıq olduğuna görə insan ən ali yaşayışa məxsus, ən ali yaşayış nədirsə və onun başındakı müstəqillik dayanır, insan bunu haqq edir. Və
Digər Quran-ı Kərimdə Ənkəbut surəsinin 69-cu ayəsində buyurur: "Vəllezîne cahadu fînâ lenehdiyennehum subulana." Ya peyğəmbər, insanlara söylə, bizim yolumuzda səy göstərənləri mütləq öz yollarımıza yönəldərik. Əgər hər kim Allahın yolunda getmək istəyirsə, bu istək onların içərisində, daxili aləmində varsa, Allah onları mütləq öz yoluna tərəf, öz yoluna istiqamət verərək, öz yolunda davam etdirəcək. Deməli, Peyğəmbər Salavatullahın bu ayələrin təfsiri və izahında belə bir kəlamı var. Həzrət buyurur: "Əl-hurriyyətu ni'mətun azimətun." Azadlıq, müstəqillik böyük bir ilahi nemətdir. Yəni, əslində kölə kimi yaşamaq, məsələn, baxsaq, çox uzağa getməyək, 30 il bundan öncə baxsaq, o Sovetlər İttifaqında, mən üzr istəyirəm, bu ifadəm bəlkə biraz kobud səslənə bilər, böyüklərimdən üzr istəyirəm. Burada atamdan yaşlı olan ağsaqqallar var. Amma gəlin, səmimi etiraf edək ki, o 70 il əslində kölə vəziyyətində biraz insanlar öz istədiyini, hətta qazandıqlarını belə üzə çıxarda bilməyiblər, ortaya qoya bilməyiblər. Məsələn, baxsaq, həmyaşıdlarımızın 30 il əvvəl bu günləri yiyələndiyi evlər, maşınlar, təbii ki, o dəyərlərlə işim yox. Amma istəyirəm bunu qeyd edəm ki, insan azad və müstəqil olanda və ruhi baxımından azad, mənəvi cəhətdən rahat olanda insan üçün daha faydalı olur, daha xeyirli olur. Peyğəmbər Salavatullah buyurur: "Əl-hurriyyətu ni'mətun azimətun." Biharul Ənvarda keçir bu hədis. Azadlıq böyük bir nemətdir. Əmirül Müminin Əli əleyhissalam Nəhcül Bəlağa əsərində buyurur: "La tekun abda qeyrikə və qad cəaləkəllahu hurran." Ey Adəm övladı, ey insan, Allah səni azad yaratdığı halda başqasına qul olma. Çünki sən hürr olaraq, azad olaraq yaranmısan, xəlq olmusan. Müharibələr qaçılmazdı, danılmazdı. Burada gənclərimiz, aramızda müəllimlər, savadlı, ziyalı, elm əhli olan tələbə yoldaşlarım, əzizlərim var. İstənilən 100 illiyə baxmış olsaq, böyük müharibələr olub. Böyük müharibələr olub. Xalqlar, millətlər, tayfalar, ölkələr. Amma müharibə heç zaman hər iki tərəf üçün itkisiz olmur. Hər iki tərəf itki ilə üzləşir. Böyük müharibə bitdikdən sonra bir suyun kənarında bir yaşlı nənə, qoca nənə əyləşir. Bu cavan uşaqlar, gənclər həmin o çeşmədən, bulaqdan su götürməyə gələndə bu yaşlı nənəni su kənarında görürlər. Suyun, bu bulağın kənarında görəndə soruşurlar: "Nənə, sən müharibə illərində nə qazandın?" Çünki yaşlı insanlar əslində həyat təcrübələri çox olduğuna görə bizim bilmədiyimiz məlumatların bazasıdır. Və başlıca özüm həyatımda bunu tətbiq etmişəm deyə bir daha özümə və elə gənclərə, həmyaşıdlarıma, cavan qardaşlarıma, elə bizi izləyən, səsimizi eşidən cavan bacılarıma da tövsiyəm budur ki, özünüzdən yaşlı insanlar görəndə çalışın onların həyat təcrübələrindən ibrətli və nəsihətli sözlər əldə edin. Çünki həyat özü bir məktəbdir deyərlər. İnsan yaşa dolduqca bu sözün əhəmiyyət və mahiyyətini daha dəqiq anlayır. Gənc olanda o qədər fərqinə varmırsan. Amma zaman keçdikcə, ömür getdikcə həyat sənə elə dərslər, elə ibrətli, nəsihətli dərslər verir ki, sən
o dərsləri nə orta məktəbdə, nə ali məktəbdə oxumamısan. O həyatın dərsidir. Gərək yaşayaraq, ömür sürərək o dərsləri həyatdan alasan. Deyir, bu gənclər, bu az yaşlılar nənədən soruşurlar ki, nənəm, sən müharibə illərindən nə qazanmısan? Geridə bu müharibə nə buraxdı, nə qaldı? Nənə səssizcə torpaqdan bir ovuc götürür əlinə və əlini açaraq, ovucunu açaraq o gənclərə deyir ki, müharibədən mənə qanla yoğrulan bu torpaq və müharibədən sonra mənə azan və bir sözlə başı uca dik nəvələrimlə bu torpaqda yaşamağı mənə nəsib etdi. Əsl həqiqətdə o azad ruh deyiləsi bir şey var. Buyurur ki, bu torpaq qanla yuyulub, balalarım, dua ilə yoğrulub. Yəni, bu çox mühümdür. Demək, bizim baxmış olsaq istər 1-ci Qarabağ müharibəsi dönəmində, aprel döyüşləri, Tovuz hadisələri, şanlı zəfərimiz 44 günlük qələbəmizdə deməli, qanla yuyulması ilə yanaşı dualar da vardı. Ataların, anaların, nənələrin, ağbirçəklərin, ağsaqqalların duaları da var idi. Yəni, bu biraz poetik səslənmiş olsa, poa ilə yanaşı dualar da mövcud idi. Yəni, biz bu harmoniyanın, vəhdətin birliyi nəticəsində o böyük savaşda qələbə qazandıq, uğur qazandıq. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Aramızda qazi qardaşlarımız var, bəziləri gözünü, bəzilərini ayağını, bəzilərini ümumiyyətlə sağlamlığını bu vətənin, bu istiqlalın, bu müstəqilliyin, bu birliyin uğrunda verib, Allah onların valideynlərinə səbr versin, qazilərimizə acil şifa inayət eləsin. Bir sözlə, nənə buyurur ki, bu torpaq qanla yuyulub, dua ilə yoğrulub və mən müstəqil bir azan səsi, sədaları altında nəvələrimi böyüdürəmsə, bu müharibədən mənə qalan elə böyük bir nemətdir deyə. Biz şəhidlərimizin dəfnində iştirak etdiyimizdən və Allah lütf elədi, könüllü olaraq elə döyüş zamanı, döyüş bölgəsində əskərlərimizin, o igid, cəsur qəhrəmanlarımızın yanındaydıq. Ara sıra dəfinlərində də burada olduğumuz müddətdə iştirak edirdik. Könüllü iştirakçılarımızdan, şəhidlərimizdən birinin bir az yaşlı övladı qalmışdı. Atasının dəfnində ağlayırdı. Orada olanlar hərə bir yolla ona bir təsəlli üçün sözlər deyirdi. Hətta indiki kimi yadımdadır, orada böyüklərdən təsəlli üçün, ağsaqqallardan təsəlli üçün uşağın başına əl çəkərək ona təsəlli verməsi üçün uşaq ağlayırdı. Atadır, təbii ki, hər şeyin ayrılığı insan üçün çətindir. Amma atanın baladan, balanın atadan, bir sözlə uşağın valideynindən, valideynin uşaqdan ayrılığı çətindir, ağırdır. Biz bir xalq olaraq, bir millət olaraq biz onu bu müharibələr dönəmində görmüşük, yaşamışıq. Əlini onun başına çəkərək onu sakitləşdirmək üçün, təsəlli üçün dedi, sən ağlama, sən narahat olma. Atan bu torpağın uğrunda can verdi. Bunun üçün sən gərək çox ağlamayasan. Amma o az yaşlı uşaq göz yaşları ilə dolu, həmin buna təsəlli verən insana dedi, yox, atam torpaq üçün yox, əslində azad yaşamaq üçün və xalqın, millətin yaddaşında əbədi qalmaq üçün
can verdi. Mənə qürur, sizəsə izzət bəxş elədi. Yəni, təkcə mən elə atamı torpaq uğrunda can verməsi kimi dəyərləndirmirəm. Az yaşının olmasına baxmayaraq, amma əslində bu dünya dolu bir sözdür. Yəni, atam təkcə torpağın uğrunda deyil, əsl həqiqətdə azad yaşaması üçün, bizim azadlığımız üçün bu günləri biz cümə xütbəsini burada rahatlıqla edirik. Siz əzizlərim, böyüklərim, o biri tərəfdə analarım, bacılarım cümə xütbəsini dinləyir. Əslində bizim burada rahat bir şəkildə azan səslərini, sədalarını uzatmağımız, namaz qılaraq səcdə halında Rəbbimizə dua etməyimizdə bizim məhz azad ruhiyyəli olan şəhidlərimizin canlarını verməsi, qanlarını verməsi naminə bu əldə olunub. Ona görə biz bu azadlığı, bu müstəqilliyi heç zaman unutmamalıyıq. İstər 1918-ci ildəki olsun, istər indiki olsun, fərq etməz. Daima bu məsələdə diqqətli olmalıyıq və Allaha bu işdə mütləq şəkildə təvəkkül etməliyik. وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ حَسْبُهُ Təlaq surəsinin 3-cü ayəsində Uca Rəbbimiz buyurur ki, kim Allaha təvəkkül etsə, Allah ona kifayətdir. Yəni, əgər bütün işlərində sən özünə öndər və bütün işlərində sənə yardımcı olan Allahı bilmiş olsan, Allah səninlə olar. Və Əl-Bəqərə surəsinin 152-ci ayəsində buyurur, فَذْكُرُونِ əzkurkum Ey mənim bəndələrim, məni yad edin ki, mən də sizi yad edim. Biz yalnız işimiz çətinə düşəndə, işimiz dara düşəndə Allahı çağıranlardan deyil, elə işimiz yolunda, axarında gedərkən də Rəbbimizi səsləyib, onu dua edib, bütün işlərimizi ona həvalə edən bəndələrdən olmalıyıq. Və bir də belə bir hədis-i şərif var, mən sözümü xülasələşdirim bu mövzuda. Peyğəmbər salavatullah buyurur, Mən əhabbə qovmən huşirə məahum. Əgər kim bir qövmü sevərsə, onunla məhşərə gələcək. Yəni, kim bir toplumu sevərsə, qiyamət günü onunla qəbirdən dirilib gələcək. Çalışağın necə bir topluma sevgi bəslədiyimizi, rəğbət bəslədiyimizin də fərqində olaq. Elə hər gələnə insan sevgi, məhəbbət bəsləməz. Əşrafun nasi mən la yara nəfsahu fawqa ahad. Və bir də çalış bu dünyada yaxşılıqla yanaşı sadə yaşamağı seçim edəsən, sadə insan olasan. Sən nə qədər bu yolda sadəlik olmuş olsan, sadə yaşamış olsan, bir o qədər Allah səni ucaldar, yüksəldər. Yəni, zirviyə gedən yol sadəlikdən keçir. Sən nə qədər sadə, mütəvazi olacaqsansa, bir o qədər ucalacaqsan və zirvədə olacaqsan. Əmirül-Müminin əleyhissalam buyurur, Əşrafun nas, ən dəyərli insan mən la yara nəfsahu fawqa ahad. Özünü heç kəsdən üstün görməyən insandır. İnsan gərək çalışmalıdır ki, bu kainatda Rəbbimizin ona bəxş etdiyi nemətlərin həmişə şükrünü etsin. Sözümün əvvəlində qeyd etdiyim kimi əsas 2 nemət var. 1. İnsanın can sağlığı, 2. Azadlıqda və əmin-amanlıqda yaşaması. Allah bu 2 neməti heç zaman bizim əlimizdən almasın. Amin. Və bir şeyi də unutmayaq ki, qəlbi azad olan bir insan heç bir zaman o, belə deyək də, zəncirlə zəncirlənə bilməz. Mühüm olan insanın qəlbinin və ruhunun azad olmasıdır. Zülmə boyun əyməyən insan heç zaman sınmaz. Gərək zülmə insan heç zaman boyun əyməsin.
ruhun azadlığı əslində xalqın azadlığının təməl prinsipidir. Əgər bir insanın ruhu azad deyilsə, o heç vaxtı azadlığı bərpa edə bilməz. Əgər bir xalqın içərisində azadlıq ruhiyyəsi yoxdursa, heç zaman o azad ola bilməz. Çünki ruh insanın bədəninə hakim olur. Biz iki varlıqdan ibarətik. Bir bədən, bir ruh. Ruhla bədəni necə təsəvvür eləmək olar? Neçə misal çəkmək olar? Ən sadə başa düşə biləcəyimiz bəsit misallardan biri sürücü ilə maşın. Bunu niyə misal çəkirəm? İndi biz həm bədən, həm də ruhdan ibarətik. Ölüm anında ruhumuz çıxır, bədənimiz qalır. Deməli, maşın dayanıb, sürücü onu nə edir? İdarə edir. Sürücü maşından düşsək, həmin maşın nə olur? Qalır. Yəni, ruhumuz bizdə ikən də elə həmin bədəndir. Ruhumuz çıxandan sonra da baxanda adamı tanıyırıq da, ölünü tanıyırıq da, dünyasını dəyişəni. Düzdür? Deməli, ruh insanın idarə edənidir. Niyə görə deyirlər? Ruhun sağlamlığı önəmlidir. Ola bilər, birini aparasan, MRT edəsən, heç bir orqanında bir narahatçılığı olmuyor. Amma adam elə pislik makinasıdır. Düşüncə, ruhu sağlam olmadığına görə bütün insanlara, bəşəriyyətə yalnız pislik bəxş edir. Amma ola bilər biri fiziki qüsurludur. Ürəyində, ciyərində, böyrəyində fərq eləməz. Amma ruhu o qədər pakdır, ruhu o qədər zəngindir. Ancaq çevrəsində olan insanlara gözəllik bəxş edir. O nöqteyi nəzərdən ruhun azadlığı deyərlər, xalqın azadlığının təməl prinsipidir. İnsanın ruhunun saf olması, insanın ruhunun azad olması. Əgər insanın ruhu azad deyilsə, azad ruhiyyə malik deyilsə, insan köləliyə meyilli olar. Çünki ruhən azad deyil. Mühüm olan ruhun azadlığıdır və Allah da bizə bu rahatlığı, əmin-amanlığı, azadlığı bəxş edibsə, biz gərək həm bunun şükrünü edək və eyni zamanda ruhən azad olmağı hər birimiz əldə edək. Rəbbimizdən dilək və istəyimiz odur ki, Allah bu neymətləri bizə çox görməsin. Bu can sağlığını, bu əmin-amanlığını daimi əbədi etsin. Biz bugünkü dualarımızda təkcə vətənimizin, torpağımızın azadlığı və əmniyyəti üçün deyil, eyni zamanda biz elə ruhumuzun da azadlığı üçün, ruhumuzun da huzuru üçün Rəbbimizə dualar etməliyik ki, İlahi, bizi sənə layiq bəndələrindən qərar ver. Allahım, bu izzətimizi, bu hörmətimizi əlimizdən alma cinən. Allahım, hər birimizə səbir, düşüncəmizə hikmət, qəlbimizə mərhəmət əta et cinən. Allahım, şəhidlərimizə rəhmət, ailələrinə səbir ver cinən. Allahım, verdiyin neymətlərin layiqincə şükrünü sənə qaytarmağı, layiqincə şükrünü əda etməyi hər birimizə nəsib et cinən. Allahım, dua edən dillərimizi, səcdə edən alınlarımızı daima izzətdə saxla cinən. Ey Allahım, bizi həm dünyada, həm də axirətdə azad və hürr olan qullarından, bəndələrindən qərar ver cinən. Allahım, bu cümə gününün ehtiramına, cümə günü haqqın, ədalətin bərpaçısı və çağırışçısı olan sonuncu hüccətimizin zuhurunda təcil et cinən. Allahım, gəlişi ilə yer üzərində bu haqsızlığı aradan apararaq haqqı və
zülmü, sitəmi, nifaqı aradan apararaq sülhü, əmniyyəti bərqərar etməyi Allahım və o günü görməyi hər birimizə nəsib etkinən. Allahım, cəmiyyətimizi, xalqımızı bir-birinə rəuf-i mehriban etkinən. Qəlbimizdən kini, küdurəti, şeytanəti, nifaqı, fəsadı, pisliyi, çirkinliyi uzaq etkinən. Allahım, qəlbimizi iman nuru ilə nurlandırginən. Allahım, dilimizi daima La ilahe illallah, Muhammedun Resulullah, Aliyyun veliyullah kəlmələrini deyənlərdən qərar verginən. Allahım, bizləri Qur'an və Əhl-i Beytin yolunda sabit qədəmlərdən qərar verginən. Allahım, bizləri dünyada Qur'anı oxuyub, Qur'ana əməl edən bəndələrindən qərar verginən. Allahım, bu etdiyimiz duaları bizlərdən qəbul etginən. Qəlbimizin dərinliyində elə hacətlər, mətləblər var ki, Allah sənə agahdır. Allahım, o duaları bizdən qəbul etginən. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə sələvası gedir. Allah qəbul eləsin. Mevlamız İmam Zaman Aleyhisselamın təcili zühuruna salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Cəmiyyən xəstələrimizin acil şəfa tapmasına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Cəmiyyən sürücülərimizin salamatçılığına xatir salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Dini İslamın qüvvətlənməsinə, din düşmənlərinin məhv-nabid olmalarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Zindanlarda olan məhbusların, müşkillərinin həll olub tezliklə azadlığa qovuşmalarına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Cəmiyyən şəhidlərimizi salavatla yad eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Bir mümin qardaşımızın müşkilişi var. Həll rəva olmasına salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Ustad müəllimlərimiz, valideynlərimiz, qonşularımız, ağsaqqal abidçəklərimiz, boynumuzda haqqı olan kimsələri də salavatla yad eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Hacı rəhbəri elədik, cəmaat namaz qıldıq, gözəl moizəsi ilə könlümüzü oxşadı. Allah ondan razı olsun. Ömrünün, elminin daha da bərəkətli olmasından ötürü, özünün, ailəsinin, övladının, valideynlərinin salamatçılığından ötəri və dünyasını dəyişmiş ata-babalarının istirahət ruhuna xatir salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Allah qəbul eləsin. Kərbəlayi qardaşımız zəhmət çəkdi, salavat zikr elədi. Cümə günü biraz görüşənlər çox olur. Görəm axıra yaxın biraz elə səsi də dəyişir. İnşallah özünün, ailəsinin, balalarının səlamətçiliyinə, burada olan gülərüz, ədəb sahibi olan böyüklərim, qardaşlarım, səsimizi eşidən, ümumən bütün müsəlmanların, ümmətin səlamətçiliyinə salavat zikr edir.